dünyanın mərkəzidir. Yəni, yekunda belə bir nəticə ortaya çıxdı. Çox zəif, çox. Yəni, Hindu mifologiyasına görə hal-hazırda dünyanın tam mərkəzindəyim. Dediyim kimi, qismətdə Angkor Vat'a da gəlmək var imiş. Angkor Vat'ı gəlib görmək var imiş. Bir stəkan su içim. Aa, qorxdu ha, niyə ürəyimi qırırsan qarqadan alıb, məni qırırsan? Belə bir qapıdan da keçirik. Bu Haqqın qapısıdır. Adam belə özün belə şeydə, bir mistik bir kinoda hiss edir, həqiqətən. Görüntünün gözəlliyinə bax. Buradan yəni qəti şəkildə doymuram, qəti şəkildə. Ətraf yəni çox belə mistikdir. Yəni əlimdə kamera olmasaydı ağzın cırardı və ağzınca hətta gözləmirəm, ağzını cıracam, gözlə. Salamlar, salamlar, salamlar. Hara gedirik? Çox bir maraqlı yerə gedirik bu gün. Bu gün hardayıq ümumiyyətlə? Siem Reap'dayıq. Nədir onun adı? Kambodjada və gedirik. Ümumiyyətlə, yəni cəmaatın Kambodjaya gəlmə səbəbinə gedirik. Gedirik ümumiyyətlə Siem Reap'ın ümumiyyətlə məşhurlaşma səbəbi. Nə istər? Gələndə görəsiz. Bitdik. Sadiq, səhərin gözü açılmamış nə olubdu? Nə düşmürsən çöllərə? Bunu gün orta gedərdində dediyinizi də eşidə bilərəm, amma deməyin. Çünki Angkor Vat'ın gün doğumu həqiqətən də çox ikonik bir şeydir, çox məşhur bir şeydir. Onun üçün də səhər tezdən getmək daha doğru hesab olunur. Həm də ki, məbəd o qədər çox böyükdür ki, yəni həm də məbəd o qədər çox böyükdür ki, yəni ancaq səhər tezdən getməlisən ki, bəlkə biraz gəzib qutarasan. Bütövlükdə məbədi gəzib qutarmaq yəni 3-4 gün ancaq alır. Bir gün gəzmək istəsənsə səhər tezdən getməlisən. Başqa variant yoxdur. Buranın yoluna pis gündədir. Gəldik, motorumuzu park elədik. İndi də Angkor Vat'a girək. Angkor Vat'ın girişi buradan da. Buradan da giriş Angkor Vat'ın. Çatdıra biləcəm mi? Gün doğumuna çatdıra biləcəm mi? Yəni çatdıra bilməyəcəmsə, yəni çox nahaq yerə tezdən durdum da, yəni yuxulu. Ümid edirəm ki, çatdıracam. Self-service ticket. Acı, belə yerdə bilet şey eləyərlər ha. Bileti konkret gizlədiblər ha. Hello, I want to buy ticket. Aha. Today. Azərbaycan. Okay, thank you. 37 dollar. 37 dollar. Baxa, borubudur buradan baxaydı yo. Yoxsa yox, bura daha baxdı yo. Eyni qiymətlər demək olar ki. Mən normalda bir istəm məbədlərə girməyəcəyimi demişdim. Amma bu tam başqadır. Yəni bu dünyanın ən böyüyüdür, yəni ən iri dini məbədi budur. Thank you. Çatdırmağını çatdırdım deyəsən, amma sən də bu cəmaat belə talpa şəklində gəlir. Ulan bilet yoxlaması falan olmur. Bilet yoxlamasını bir mən keçdim. Sən bilet mən aldım. Hər halda bura giriş ödənişsiz deyil də. Yəni bu qədər adam girirsə bura. Kambodja vətəndaşları bura pulsuz daxil ola bilir. Pulsuz girə bilirmiş Kambodja vətəndaşları bura. Mövzu odur. Deyəcəksiniz ki, Borabudur'a getmişdim və o Borobudur nə idi? Borabudur'da deyirdin ki, orada cəmaat halladırdın ki, bəs dünyanın ən böyük Budist məbədidir filan beşmişən. Deyirdin ki, Borabudur'a bəs Borabudur'a deyirdin ki, bəs dünyanın ən böyük. Yox, bu başqa söhbətdir. Bu kompleksdir və yəni bunu bir gündə gəzib qutarmaq mümkün deyil. O qədər böyük bir kompleksdir. Bu Angkor Vat. Angkor Vat? Böyle bir şey. Angkor Vat'ın kənarında görürsünüz bu cür şeylər var. Belə kanallar düzəldiblər. Dair bir şey, kvadrat formadadır Angkor Vat və Angkor Vat'ın ətrafın belə deyim, kanallarla bu cür əhatələyibdilər və bir çox yerində də. Çünki konkret Angkor Vat'ı yəni dünyanın belə şəklində eləyiblər. Düzdür, o vaxtlar bilmirmişlər də yer kürə formasında da. Onun üçün də bu kanallar okeanları təmsil edir. Yəni bu içəridə qalan isə dünyadır və dünyanın da kənarları bütövlükdə okeanlar. Belə. Burada Angkor Vat. Qismətdə Angkor Vat'a da gəlmək var imiş.
qismətimizdə Angkor Vat'ı da gəlib görmək var imiş. Belə. Bu görürsünüz 3 dənə burada görürsünüz qüllələri. Əsas belə hissə var. O Meru dağını təmsil edir və hinduizmdə, hinduizm mifologiyasında o Meru dağı dünyanın mərkəzidir. Belə, dünyanın mərkəzi olduğu inanılır. Real bir şey deyil, mifolojik bir şeydir. O mifologiyaya görə dediyim kimi dünyanın mərkəzi hesab olunur o Meru dağı. Ha, belə qalxacaq bura gələcək. Ayqa istəmirəm eyvallah. Canım haqqı istəmirəm. Şəkildən bezmişəm. Şəkil. Mən cəmaatın şəklini çəkirəm. Sən mənim şəklimi nə tərklə gəlsən axı. Bu gölün ətrafına yığışırlar. Bu indi qəşəngləşir ha. Gün doğumu qəşəngləşir. Qardaş üzürü say. Günahı aldım. Qəşəngiymiş. Söhbət burada olacaq. Söhbət burada olacaq. Söhbət burada olacaq. Bak. Deyəsən, mən oturmağa yer tapdım. Oturmağa yer tapdım. Sakit yaşıyorsun, sakit. Kiminsə yerində oturdum deyəsən. İkonik bir mənzərəsi var. O buradan görünəcək. O buradan görünəcək. İndi günəş qalxacaq ora yuxarıya. O hissi. Oradan qəşəng bir mənzərə alacaq. Bu da Angkor Vat'ın üzərində doğan günəş. Və günəş kifayət qədər yüksəldi. Oradan qəşəng mənzərədir. Həqiqətən. Dəydi. Səhər tezdən durmağıma dəydi. Saat necə 5-dən də durmuşam. Yəni, yekunda belə bir nəticə ortaya çıxdı. Bu. Həqiqətən də səhər tezdən durub bura gəlməyimə dəydi. Qəşəng mənzərədir. Üst nöqtəsində tutacam o günəş. O ən üst nöqtəsində indi qalxacaq o günəş. Artıq oradadır. Görürsünüz? Bu görüntü tuta bildim axır ki. Yəni, bunu bu formada tutmam daha yaxşı olur. Düz mərkəzdə tuta bildim. Yəni, çox unikal görüntüsü var. Əjdaha. Yəni, missiyanı tamamladım. Yola davam, gedək. Angkor Vat'ı gəzək. İndi başlayaq biz Angkor Vat'ı gəzməyə. Hardan başlayaq, nətər başlayaq bilmirəm, amma başlayaq. Çünki olduqca çox böyükdür. Buranı gəzib keçsin Böyüksumanın o bir hissələri. Getdik, başlayaq. Bu da Angkor Vat. Deməli, Angkor Vat 12-ci əsrdə tikilmiş bir tikilidir. 1000 ilə yaxın yaşı var. Kimlər tikibdir? Kimerlər tikibdir. Kimer imperiyası tərəfindən tikibdir və o vaxtlar, deyim, Kimerlər ümumiyyətlə Kambocalıların əzzadları hesab olunur. Kimer imperiyası o dövrün ən güclü imperiyasıymış. Yəni, ondan güclü heç kim yox imiş bu ərazilərdə və onun da güc simvolu məhz bu Angkor Vat hesab olunurmuş. Və təsəvvür edin ki, bu Angkor Vat'ın tikintisi, yəni düşünməyin, nə bilim, 10 illərlə, 100 illərlə davam edibdir. Cəmi cümlətanı 25-30 ilə bu binanı, bu kompleksi belə deyək, tikib qurtarmağı bacarıbdılar. Yəni, bu qədər böyük bir yeri cəmi cümlətanı 25-30 ilə bitiribdilər. Yəni, İspanlar da La Sagrada Familia'nı 100 ildən çoxda tikib qutara bilmirlər. Cəmaat nə işlər gördü? Dediyim kimi, dünyanın, belə deyim də, dünyadan ilham alınaraq yaradılmış bir əsərdir Angkor Vat və divarlarda da həmin dövrə aid şeylər təsvir olunubdur. Nə bilim, döyüşlər olar, nə bilim, dini ayinlər olar və s. və ilaxır. Bunlar həmin dövrə aid təsvir olunubdur və bütün divarlar görürsünüz. Ümumiyyətlə, Hindu məbədi olaraq ilk öncə yaradılıbdır. Ümumiyyətlə, Kimerlər Hindular idi. Amma sonra zaman içərisində bu ərazilərin insanları dinini Budizmə dəyişirlər. Amma bura tərk olunmur.
Yəni Borobudur kimi. Borobudur çünki İndoneziyada biz Borobudurdan danışan dedi. Borobudur çünki müsəlmanlar İslamı qəbul edirlər və təsəvvür edin ki, İslamı qəbul edəndən sonra artıq o Borobudurun bir mənası qalmır. Amma Hinduizmlə Budizm eyni kökdən gəlir və onun üçün də buradakı insanlar buranı tərk eləmirlər. Elə buranı bir Budist məbədi olaraq istifadə etməyə davam edirlər. Buranın çox genişdir ərazisi. Yəni 100 təsəvvür edin ki, nə qədərdir? Yəni 162 hektarı bir dənə ağlınızda canlı 162 hektar nə deməkdir ki? 162 hektar böyüklüyündə bir ərazisi var Angkor Vatın. Yəni həqiqətən çox amma çox böyükdür, dəhşət böyükdür. Ona görə deyirəm ki, dünyanın ən böyük dini məbəd kompleksi hesab olunur. Çünki bir yerdən ibarət deyil də. Yəni bir dənə mərkəzdə bir şey var, o deyil. 162 hektar, yəni adam hər dəfə deyəndə belə düşünür ki, 162 hektar nə deməkdir axı? 162 hektar yer olar ha. 162 hektar təsəvvür elə bu adamlar məbəd tikibdilər 162 hektarda. Bunun üstünə çıxmaq olur da yəqin ki də, hər halda da. Deyir buradan belə memarlıq mı olar, belə şey olar ha. Belə pilləkən düzəltməzlər ha qardaş. Yəni bunun ustası yəni nə bilim valla. Çox zəif, çox. Bura məbədin, daha doğrusu Angkor Vatın bu əsas hissəsini belə deyək, tam mərkəzi hesab olunur bura. Görürsünüz, burada da var. Tam mərkəzi var bura artıq. Və biz burada gölün qırağında oturmuşduq, düzdür. Sonra gəldik bura Angkor Vat, yəni bu hissəyə, bu kompleksə gəldik, Angkor Vat kompleksinə. İndi də buranın tam mərkəzindəyik. Vay, burada nə qədər adam var. Wow. Hə, buradan çıxırlarmış. Çıxmaq buradan imiş. Burada demişdim də, yəni yeri cəmaata bu pulsuzdur. Yəni bura giriş. Xaricilər də ki 37 dollar ödəməlidir. Gəlin çıxaq bu Meru dağına. Meru. Nə qədər adam var? İçərdən adam çıxdırsa çıxır. Burada tam mərkəzi. Meru dağı. Tam mərkəzi hesaba buradır. Yəni Hindu mifologiyasına görə hal-hazırda dünyanın tam mərkəzindəyim. Yəni burada da ibadət eləyirlər. Tam buranın mərkəzi bu buradır tam. Və burada da ibadət eləyirlər. Görürsünüz burada Budda var. Özü də mənim Buddamdır. Mənim Buddamdandır. Ən mərkəzi mənim Buddamdır. Yatan Budda. Birisi də yəqin ki, mənim videoları izləyən bilirlər ki, mənim ən sevdiyim Buddansı Buddadır. Yatan Budda. Burada da yatan Budda var bir də. Bu da Meru'da. Yəni, dediyim kimi qismətdə Angkor Vat'a da gəlmək var imiş. Angkor Vat'ı gəlib görmək var imiş. Möhtəşəm bir əsər ortaya qoyublar. 1000 il bundan əvvəla ki, 1000 il. Ya, az çox təxmin edirsiniz ki, bura ən çox gələn turistlər Hindistanlılardır. Çünki bir Hindu məbədi olaraq inşa olunub. Divarların əksəriyyətində tanrılar falan beşməkən var. Həm tanrıların şəkilləri var divarlarda, həm həmin dövrə aid, belə deyim, hadisələr, müharibələr, fərqli rituallar falan beşməkən var. Onun üçün də həm Hindular üçün, həm də Budistlər üçün. Onsa eyni kökdən gəlirlər. Hindular da, Budistlər də onun üçün. Ağlıma çox belə əcaib bir zarafat gəldi. Bax, təsəvvür elə şeydir. Hindu tanrılar yığılıbdır. Hindu tanrılar yığılanda tanrılardan biri gəlməyibdir. O birisi tanrılar gözləyəndə nə deyirlər?
Deyirlər ki, hindularda gələr. Zarafat bir kənara, ümumiyyətlə bu pilləkənlərin bu formada olmağının təbii ki, bir səbəbi var. Yəni belə dimdik şəkildə qoyulubdur və dağlara çıxır, cənnətə çıxır belə deyək. Bunun təbii ki, bir mesajı var. Nədir? Cənnətə çıxmaq elə də asan məsələ deyil. Cənnətə getmək elə də asan məsələ deyil. Onun üçün də əgər cənnətə getmək istəyirsənsə, bu çətin pilləkənləri də qalxmağı gözə almalısan deyə düşünülür. Angkor Wat hələ bir dənə məbədin içərisini gəz-gəz qurtarmır ya. Çıxım yem o birisi məbədlər. O birisi məbədlər deyəndə burada cəmi bir bunu görmək istəyirdim. Bu əsasdır. Yəni bu əsas məbəd bu sayılır da. Bir bunu görmək istəyirdim. Bir dənə də burada bir yeri var. Oranı görmək istəyirəm. Orada qəşəngdir. Baxır ki, Angkor Wat'ın çölünə çıxdım. Angkor Wat'ın daha doğrusu çölü kanaldan o tərəfdədir. Çox deyil məbədi. Yəni buranın iki cür bilet var da. Bir günlük bilet verirlər, bir də 3 günlük bilet verirlər. Yəni çünki bilirlər ki, bir günə yəni gəzmək 3 günlük biletlər də var. Mən bir günlük bilet götürdüm çünki mən çox hamısına getməyəcəm. Mən ikisinin üstünə gedəcəm. O gördüyünüz kanal dedim. Bu kanal Angkor Wat məbədinin kənarının bütün belə deyim, kvadrat formada onu əhatələyir və okeanları simvolizə edir. Neyse, burada oturaq, bir stəkan su içim. Qorxdu ha, niyə ürəyimi qırırsan qarqadan alır, məni qırırsan? Niyə qışqırırsan başıma sən belə? Aha, temple'a giriş, temple ticket control. Aha, deyir ki, saxla burada bileti. Qəribədir, heç kəs saxlamırlar, bir dənə məni saxlayırlar, hər yerdə bir dənə məni saxlayırlar. Hər yerdə bir dənə məni saxlayırlar. Amma buranın hamısı, bütövlükdə, buraların hamısı şeyə aiddir, şeyin içərisindədir. Oha, nə qədər şəkil çəkdirirlər bunlar. Mən də oraya çəkin görmək ki, bunların amma hamısı Angkor Wat kompleksinin içərisində gedir. Hamısı, gördüyünüz hamısı, hər yer Angkor Wat'ın içərisində gedir. Hamısı, ətrafda gördüyünüz hamısı oraya aiddir. Belə bir qapıdan da keçirik. Bu Haqqın qapısıdır. Aha, qapımızdan da keçdik. Elə bu yolla gedəndə, bu məbədin içərisində belə bir yol var. Bu yolla gedəndə elə bütün ətrafda da hamısını demək olar ki, görürsən. Və hansı məbədə getmək istəyirsənsə də elə bu yolun üzərində olurum. Buradan çönməliyik biz, buradan çönməliyik. Aha, dayan, bayraq tapdım. Bu görürsünüz bu Kamboca bayrağı. Bu Kamboca bayrağının üzərindəki şəkil də məsələ Angkor Wat'ın şəkildir. Görürsünüz? Və dünyada üzərində dini məbəddən söhbət gedir, yazıdan söhbət getmir. Dini məbəd şəkli olan tək ölkədə məsələ Kambocadır. Bu Angkor Wat'ın içərisində bu gedəndə bu girib çıxdığımız bu qapılar çox əcda deyil. Çox qəşəngdir bu qapılar. Yəni və ətrafdakı heykəllərə falan fikir verin. Çoğunun başı falan da qopubdur. Yəni çox əcda qapılardır bunları. Adam belə özün belə şeydə bir mistik bir kinoda hiss edir həqiqətən. Həqiqətən çox əcdahadır, çox. İndi gedəcəyim yer daha da əcdahadır. Oranı görməlisiniz, oranı görməlisiniz. Sonra çox əcdaha yerdir. Getdik. Gəldim bura parking eləməyə. İndi gedirəm. Mən buranın görüntüsü əslində mənə Angkor Wat'ın o əsas məbədin görüntüsündən daha çox ləzzət eləyir. Yerini göstərəcəm. Götür boş. Cho lắm lực support.
Bir de ocağımda tutma. Bir dənə məndən bilet soruşurlar. Heç kimdən bilet soruşmurlar. Tək adam var. boss. Morning. Where you from? Azərbaycan. Azerbaijan. Do you know Azərbaycan? No, thank you. Near the Africa. Where? Africa? No, 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 no. Between Europe and Asia. Near Russia, Turkey, Iran. Russia, Turkey, Iran. Pakistan. No? Georgia. No, Georgia, Georgia. Thank you. Have a good day. Have a good day. Afrika. Afrika neydi? Mesela Afrika'da yoktu. Ve burada Taprom məbədi. Bunda necə adam azdır. Mənə görə buranın ən maraqlı məbədi bu Angkor Wat kompleksinin ən maraqlı məbədi buradır. Amma adam azdır. Görüntünün gözəlliyinə bax. Tam özü diye, tam özü diye. O bilmem o bu görüntü, o mistikliğine o görüntünün. Ağaçlar daşları yeyip bu cür. Ejderha bir görüntüsü var. O burada da bu həmçinin. Bu ağacın kötüğünün böyüklüğüne bak. Bu hissəni keçdim, bu kötüydü, bunu keçdim. Bu ağacın kötüydü. Gör kötük hara qədər uzanır yer. Uzanır, 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 uzanır. Gəlir, hələ yerin altı ilə də uzanır, gedir. Yəni bir ağacın kötüyü. Dedim ki, çox belə mistik, çox belə ejderha görüntüsü var. Çox. O ağacın kötüyünə bax ağacın. Hello. Mən də uşaq vaxtı, mən də beləydim, uşaq vaxtı. Hello. Mən də eyni uşaq vaxtı beləydim, mən də. Eyni bu cürüydüm. Adam görəndə özümü apara bilmirdim. Hello. Speak Khmer. Ha? Speak Khmer. Sən nə bilim nədən danışsan? Speak Khmer. Ha? Khmer. Deyirəm da eyni məmiş. Chị ơi. Ha? Chị ơi. Mà lên sắp vào. No. Ok. Eyni mən. Eyni mən. Bax beləydim, uşaq vaxtı. Özümü adam görəndə özümü apara bilmirdim. Eyni məndir bax. Bilirsən? Belə şeylər izləyirdim, cici hərəkətlər. What's my name? My name? My name is. My name? My name. Sadik. Sadin. Sadik. Sadin. Ne diyor? Sadik. Sadin. Sadik. How old are you? 35. Ay yavaş deyirəm də, yəni mən, eyni mən. Yəni adam 35. 35. And you? How about you? Over 2. How old are you? Chẳng lẽ. How old are you? How old are you? Are you? Are you? Đọc 10. đọc 10. Ne 10 də, yəni mühim mən. 11. 11. Okay. Bye bye. Bye bye. Bye bye. Bye bye. Buraya gireyim, görün burada ne var. Wow. Yani bura ama çok dağılıb, yəni bu məbəd dəhşət, əməlli başlı bu məbəd dağılıb. Yəqin ki, bu ağaçlar falan bu məbəd dağıdıb da, yəni çünki ağaçlar əməlli başlı buranı virana qoyubdur. Ağaçların kökləri hər yerdədir. Nə gündədir o məbəd? Hər tərəf dağılıbdır, hər tərəf. Yəni bu ağacın nə gözəlliyinə bax sən. Bu ağacın nə çox əcdaha mistik görüntüsü var, çox.
Hala günde 3 şey demiş. Sen miydin o? Ve bu da hemen o yer. Yani Tomb Raider filmi falan izleyenler bilirler bu yeri. Bir yana bu möhtəşəmliyə bax, görüntüdə bir dənə möhtəşəmliyə bax. Ağac bütün məbədi bu formada sarıb sarmalayıb. Çox mistik görüntü deyil, kardeş. Çox. Məbədin içərisində də baxaq. Burada bir ibadət yeri var. Tanrılarına Pringles ad verirlər. Ətrafda da görürsünüz bu ağaçlar nə qədərdir. Amma mənə əsas maraqlı olan buydu. Bu. Çox belə mistik, çox maraqlı, çox belə qəşəng yerdir. Həqiqətən qəşəng yerdir. Yəni ona görə deyirəm ki, mənim bu Angkor kompleksində ən çox xoşuma gələn elə məhz buradır. Buranın bu mistikliyinə görə. Ağaçlar ətrafda bütün məbədi bürüyübdür və belə deyim, daşların üzərində artıq daşları belə deyim, parçalayıb, qırır falan, beşməkanın içindən keçir. Yəni belə deyək, həqiqətən də təbiət hər zaman qalib gəlir. Buranın bir dənə də böyük məbədi qalır, Bayon məbədi. Əslində gələndə yol üzərində göstərdim, amma bir dənə də ora elə ötəri baxaq. Çünki məni bunlar qədər həyəcanlandırmırdı o məbəd. Bunlar daha çox həyəcanlandırırdı. Bir dənə də orada bir dənə ötəri baxaq, ondan sonra gedərik. Ağaca bax, ağac deyirəm. Ağac bütün divarı falan dağıdıbdır. Bütün divarı dağıdıb. Bu divarın da o yarısı ağacdan ibarətdir. Yəni, buralar da ağaçlar, ağacların kökləri buraları da məhv eləyibdir. Yəni, təbiət nə olursa olsun sonunda qalib gəlir və qalib gələcək də. Hətta saxlayın, dünyadakı ən böyük güc və sonunda nə olursa olsun qalib gələcək güc təbiətdir. Heç nə təbiəti məğlub edə bilməz, heç nə. Təbiət əvvəl axır, qalib gələcək. Nə qədər böyük ölkələrdə olsa, nə qədər böyük silahlarda olsa, nə bilim nələr də olsa, o da olsa, bu da olsa, hətta insanlıq özünü məhv eləsə belə, yəni bu təbiətin çox da vecinə deyil. Təbiət əvvəl axır özünü bərpa eləyəcək. Yəni təbiətin çox da vecinə deyil ki, İnsanlar nə edir, heyvanlar nə edir, o nə edir, bu nə edir. Onun öz balansı var. Fikir ver. Gözəllik deyə gözəllik. Bunun içərisini heç göstərmədim. Bunun içərisini göstərdim. Niyə belə bir şey hərəkət edirəm ki mən? Belə, hello. Bir qorxdum mən. Bunun içərisini göstərdim də sizə. Burada içərisi də budur. İçərisi deyil də olur. Burada da bir dənəsi var. Görürsünüz. Bu belə bir ağac da var burada. Wow. Hələ bu ağaca bax. Bu ağaca bax hələ. Wow. Burada içərisidir məbədin. Burada da başqa bir belə ağac görürsünüz. Kökləri bütün divarın içərisinə doğru artıq yayılıbdır. Yəni, həqiqətən buradan yəni qəti şəkildə doymuram, qəti şəkildə. Ətraf yəni çox belə mistikdir, yəni çox maraqlı bir görüntüsü var ətrafın. Ağaçlar bütün hər yeri bürüyübdür, ağaçlar hər tərəfi belə sarıb. Görürsünüz. Artıq çıxmaq zamanıdır. Yollardan da bura. Ki buradan da.
Yəni, belə bir məbəd. Hə, mən bunun oradan fırlanıb getmişdim desəydi. Hə. Mən kənarından fırlandım bunu. Deyirəm, mən oranı niyə görmədim içərisini. Mən ətrafına fırlanmışam, içərisinə girməmişdim. İçərisinə son anda girdim. Buradan girmək daha məntiqliymiş o. Ya, hər şeyin şeydən olsun. Fırlanıb oradan gəldim olsun. Bunlar da məni bütün mazgə elədilər özüm ölümü. Mazgə elədilər. Hələ verəcəm də gözdə də. Götür tikət. Götür. Mazgə elədiniz özüm ölümü. Okay, thank you. Allah, da elə bir dənə məni görübdür elə bunlar. Məndən başqa heç kimdən bilet soruşmurlar ha. Bir dənə məndən bilet soruşurlar burada. Elə bir bilirlər ki, kimsə elə bir tapşırıbdır deyir, onun üstünə düşün filan. Buradan keçəndə adam özünü çox qəribə bir atmosferdə hiss edir. Yəni bu qapı. Tarix deyirəm. Özü nə soxursan, hara gedəsən, yol var buradan gedirsən. Yanındakı özü var, hara soxursan bədbə oğul və bir yanda nə? Yol var, mən get. Sənin hə, bas get. Get. Get vursun maşın mındar eləsin sən, get. Əlimdə kamera olmasaydı ağzın cırardı və ağzın da hətta gözləmirəm, mən ağzını cıracağam, gözlə. Hə, nə? Hə, gəl, hə. Nə oldu, hə? Əlimdə kamera olanda bilirək tormuz əlim şeydədir, kameradadır. Elə bilir bəs ki, mən uşaqsan, evvəla uşaqsan. Bunlar, bala, gənclər, bala, bizim ömrümüz bu yollarda keçibdi. Burada Bayon məbədi, Bayon. Buranın ən məşhur elə 3 məbədindən biridir. Bayon məbədi. Mən bir bu motosikleti bir yerlərdə saxlayayım, sonra gəlim buranı gəzəcəm. Bu da bax, Bayon məbədi. Bayon məbədi. Angkor Vat'la bir yerdə buranın ən məşhur. Ən məşhur Angkor Vat 1, bura 2 sayılır əslində, amma mən birisi məbəd daha çox sevirdim. Orada çünki ağaçlar orada pis-pisdad eləyib də o yaxşıdır. Bayon Temple 12-ci əsrin sonlarında deyir. Mayonun içərisi budur. Bayon. Amma bunun ustası zəifdir. Bayonu yola veribdilər. Qardaş, bayon yola verilib, bura yola verilib. Belə usta olur ya, adamın anasına söyərlər. Görürsünüz, deyirdim, fərqli şeylər təsvir olunubdur. Nə bilim, döyüşlər olsun, mifolojik personajlar olsun, gündəlik həyatlar olsun. Görürsünüz, divarda bax, hamısı var. Yəni, bu da Bayon məbədi. Bayon. Bayonda da elə görürsünüz, işlər gedir, yuxarını falan 5 milyon düzəldirlər. Amma bayaq ki o yazıq mağımın yetimi heç kimi yox. Deyiş, yəsizdir. Niyə daşıyırsan? Sənin üçün qoymamışlar onu, mağımın. O güllər sənin üçün qoymayıbdılar. Budan gülüdür. Budanın gülüdür, yem onu. Sənin gülün içindən şey götür, qopartdı. İçindən yeməli yerin tapdı, çıxartdı. Onda, indi eyni şey eləyəcək. Sənin üçün qoyubdular axı elə onu. Bunun boş çıxdı.
Boş çıxdı, hə? Oba, birbaşa tapdı bax bunu. Nəysə, Bayon məbədi ilə də bir yerdə videonu yekunlaşdırım. Olsun bizim Angkor məbəd videomuz. Həqiqətən də dünyanın ən böyük məbəd kompleksidir. Şanslıyam ki, gəldim bunu gördüm. Ümid edirəm ki, öz təcrübəmi, öz belə həyəcanımı, öz hisslərimi bir balaca da onsuz sizə yansıda bildim. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.